Bu 93-cü ildən bu yana polis idarələrində saxlanılmışdım, gecə qalmışdım, xəbərdarlıq edilərək buraxılmışdım, maliyyə cəzası tətbiq edilərək buraxılmışdım və xeyli hissəsini də bax bu cür inzibati həbslər almışdım. Yəni indi 50-yə yaxınlaşır o cinayət məsuliyyəti o yana dursun. 2 dəfə məhkumluğum var. Mən deyə bilmərəm bu sonuncu dəfədir. Elə bax azadlığa çıxanda yəni bu inzibati həbsdən elə ilk Facebook statusunda yazdım ki, mən azadlıqdayım, amma mötəzədə yazdım ki, bəlkə də müvəqqəti. Yəni, bu dəfəki həbs əvvəlkilərdən fərqləndimi? Bəli, fərqləndi. Yox, əvvəllər də belə mənə işgəncə oldu. 98-ci il 12 sentyabr mitingindən sonra da tutulub həbs edilmişdim, ora aparılmışdım. Həmin idarədə mənə işgəncə vermişlər. Sonra 2011-ci il aksiyaları zamanı yenə gətirmişlər, yenə həmin idarədə yenə işgəncə verilmişdi. Baxmayaraq ki, onda da şikayət eləmişdik prokurorluğa, araşdırma güya ki apardılar və mənim dediklərim sübuta yetirilmədi. Yəqin bu dəfə də elə olacaq, bu dəfə də şikayət eləmişik. Baxın, mənə işgəncə verəndə deyirəm, qollarım arxadan qandalır və konkret qanırı qırır da, balda mümkündür. Mən bax, o da fikirləşim, bax, belə öz-özümə belə xart eləyəcək, çinim qırılacaq da belə. Və mən o vaxtdan Qarabağdan zədəliyəm, bu günə qədər soruşun. O adamın var da, məsələn, ha vaxtsa bir əməliyyat olur, sınıq olur, sızıldayır, ha. Mənim qolum, bax, gecələr qoymağa yer tapamam, ağrıyır, bir şey elə bilməm. Və mən ona deyirəm ki, ağrıyır, dedi, nə olub? Deyirəm ki, bəs Qarabağda zədələm. Və durdu, məhz ondan sonra, bax, təsəvvür edin, bu Azərbaycan polisidir güya. Məhz həmin qolumu dartıb, qırır və deyir ki, səni gərək ermənilər öldürər.